Hazırda Avropanın inisiyanında Brave, yəni Avropanın orta mənzilli hava təliqatları mərkəzinin rəsmi olaraq web səhifə üzərindən yağıntı parametrlərini təhlillərlə tanış oluruq. Xüsusilə də iyun ayının 16-sı günorta saatlarında Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan arasında eyni zamanda Naxçıvan, Dağkəndəndə və Böyük Qafqazın Balaçan, Zaqatala, Şəki, Qaf, Oğuz, Qəbələ, İsmaildə, xüsusilə də Quba, Qusar, Xasmaz, Şabran, Xızı, Siyəzən, Dağlıq, Şirvanda və Qobustan mərəzi ərazisində yenidən topa yağış və laylı yağış buludlarının aktiv inkişafı gözlənir. Bu da lokal leysan və dolu proseslərinə səbəb ola bilər. Eyni zamanda yardımlı leyiş basılan dağ şənlərində də lokal bir topa yağış buludlarının aktiv inkişafı gözlənir. Ola bilsin ki, Xəzər dəniz ərazisindən və Dağlıq Şirvandan topa yağış buludlarının bəzi hissələri Bakı, Abşeron, Sumqayıt ərazisində də 16 iyun gündüz saatlarında daxil ola bilər. Bu barədə son dəqiqə məlumatları kanalda yayınlanacaq. Yəni birbaşa page və radar məlumatların təlləri əsasında son dəqiqə məlumatları kanalda yayınlanacaq. Ümumilikdə iyun ayının 2-ci 10 gününün sonları və 3-cü 10 günlüklə Qafqazda qeyri-sabit hava şəraiti davam edəcək. Bu barədə saat və saat bu sistemin gedişi haqqında məlumatları sizin diqqətinizi çatdırmağa çalışıram. Bir daha bildirdiyim kimi iyun ayının 16-sı gündüz saatlarında bu Bakı, Abşeron, Sumqayıt arasında lokal bir topa yağış buludları aktiv inkişaf edə bilər. Bu da lokal leysan və qısa müddətli şimşək potensialı daşıyır. Amma birbaşa page və radar məlumatların təlləri əsasında son dəqiqə məlumatları izləmək vacib sayılır və bu məlumatlar qısa metrajlı videolar vasitəsilə kanalda yayınlanacaq. İyunun 16-sı axşama doğru bu sistem artıq tədricən zəifləməyə başlasın. Kiçik Qafqazda Daşkəsən, Gədəbəy, Kəbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilanda və Naxçıvan dağ şəhərlərində proses, yəni topa yağış buludlarının aktiv inkişafı davam edəcək ki, bu da lokal leysan və dolu potensialı daşıyır. İyun ayının 16-sından 17-sindən keçən gecə saatlarında ciddi bir buludlanma potensialı göstərmir bu qlobal model, yəni Avropanın inisiyanında hava təliqatları mərkəzi bu siqnalları göstərməsə də iyun ayının 17-si gündüz saatlarına baxarına baş verir. Saat və saat biz bu proseslərə nəzər salmaq istəyirik. İyun ayının 17-sində gündüz saatlarındakı prosesə biz baxmaq istəyirik. İyun ayının 17-si günorta saatlarında yenə də Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan, Böyük Qafqazın Quba, Qusar, Xasmaz, Şabran, Xızı, Qobustan, Mərəzə, Qəbələ, Göyçay rayonlarında yenə də topa yağış və laylı yağış buludlarının aktiv inkişafı potensialı var. Bu da lokal leysan, lokal dolu ildırım proseslərinə səbəb ola bilər. İyun ayının 17-si günün orta saatlarında da yenə də eyni prosesin təkrarlanması potensialı var. Böyük və Kiçik Qafqazda çaylarda sululuğun artması da gözlənilədir. Bu riskləri nəzərə almaq lazımdır. İyun ayının 17-sindən 18-sindən keçən gecə saatlarında ciddi bir dəyişiklik potensialı olmasa da iyun ayının 18-si baxaq gündüz saatlarında baş verəcək. İyun ayının 18-i günorta saatlarına doğru Azərbaycanın şimal və qərb rayonlarında havada buludluğun artması, xüsusilə də iyun ayının 18-sində Kiçik Qafqazda Daşkəsən, Gədəbəy, Kəbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilanda qısa müddətli lokal bir laylı və topa yağış buludları aktiv inkişaf edə bilər və Böyük Qafqazın da Quba, Qusar ərazilərində havada buludluğun artması potensialı var. Lakin geniş bir leysan və dolu ehtimalı iyun ayının 18-sində gözlənilmir. Amma yenə də birbaşa page və radar məlumatların təlləri əsasında son dəqiqə məlumatlarına baxmaq lazımdır. İyun ayının 18-sindən 19-una keçən gecə Naxçıvanın dağ kəndlərində və Kiçik Qafqaz ərazisində Zəngəzur istiqamətində bir topa yağış buludlarının aktiv inkişafı gözlənilir. Bu da iyun ayının 18-sindən 19-una keçən gecə saatlarında bu sistemin Kiçik Qafqazın artıq Daşkəsən, Gədəbəy rayonlarına və Göyçay istiqamətindəki sistemin də tədricən Daşkəsən, Gədəbəydən Mingəçevir istiqamətinə doğru yayılması, eyni zamanda qonşu Gürcüstan arasındakı sistemin də Qazax, Ağstafa rayonlarına doğru yayılması potensialı var. Deməli, iyun ayının 18-sindən 19-una keçən gecə saatlarında Azərbaycanın qərb rayonlarında yenə də hava şəraitində qısa müddətli dəyişiklik potensialı var. İyun ayının 19-u günün birinci yarısında, iyun ayının 19-u günün birinci yarısında Böyük Qafqazın Quba, Qusar, Xasmaz rayonlarında və Xəzər dənizinin bu Abşeron şimalında lokal bir havada buludluğun artması potensialı var. Bu da qısa müddətli lokal leysan və dolu ehtimallarına səbəb ola bilər. Deməli, canlı page məlumatların izlənməsi vacib sayılır. İyun ayının 19-u axşama doğru proses zəifləyəcək. İyun ayının 20-sindəki proses baxımına baş verir. İyun ayının 20-si günorta saatlarına doğru Azərbaycanın deməli Kiçik Qafqaz rayonlarında havada buludluğun qismən artması potensialı var. Lakin iyun ayının 20-sində ciddi bir
Leysan ehtimalı göstərmir model, amma yenə də page məlumatlarına baxmaq vacib sayılır. İyun ayının 21-dən keçən gecə Böyük Qafqazda, deməli iyun ayının 20-sindən 21-nə keçən gecə və 21 iyun günün birinci yarısında artıq Böyük Qafqazın Quba, Qusar rayonlarında havada buludun artması, Kiçik Qafqazın Daşkəsən, Gərəbə rayonlarında havada buludun artması potensialı var. Artıq iyun ayının 21-dən 22-sinə keçən gecə saatlarında kanalda əvvəlcədə bildirdiyimiz kimi bir daha bu barədə danışıram ki, iyun ayının 21-dən 22-sinə keçən gecə Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Göyçə, Goranboy, Kiçik Qafqazın Daşkəsən, Gərəbə, Kərbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan, Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, Göyçə rayonlarına doğru bu sistemin yayılması və hətta Mingəçevir istiqamətindən mərkəzi An rayonlarına bu sistemin yayılması potensialı var. Lokal leysan, dolu ildırım gözləniləndi. Bu prosesləri yaxın izləmək lazımdır. İyun ayının 22-si günün birinci yarısında Quba, Qusar, Xasmaz, Şabran, Xızı, Siyazan, Dağlıq, Şirvanda, Kiçik Qafqazın Daşkəsən, Gərəbə, Kərbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan ərazilərində yenidən lokal leysan və dolu potensialı var. Bu riskləri nəzərə almaq lazımdır. İyun ayının 23-nə keçən gecə saatlarında sistem yenə də Kiçik Qafqaz və Böyük Qafqazda aktiv olacaq. Hətta bu sistemin bir qolunun Abşeronun şimalından keçməsi gözlənir. Bu da Bakıda da yağış potensialı olacaq deməkdir. İyun ayının 23-cü günorta saatlarında Daşkəsən, Gərəbə, Kərbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilanda və Böyük Qafqazda lokal havada buludun artması, hətta Sumqayıt istiqamətində lokal bir yağış ehtimalı var. Bu riskləri nəzərə almaq lazımdır. Şimşək çaxması da gözlənilir. İyun ayının 24-ü Xəzər dənizi Abşeronun cənubundan bir yağıntı sistemin keçməsi potensialı var. İyun ayının 24-ü günorta saatlarında Böyük Qafqazın Quba, Qusar, Xasmaz, Şabran, Xızı, Siyazan, Dağlıq, Şirvanda, Bakı, Abşeron, Sumqayıt ərazisində mərkəzi Aranın Ələt, Salyan, Neftçala rayonları istiqamətinə doğru və Daşkəsən, Gərəbə, Kərbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilanda lokal xarakterli topa yağış buludlarının inkişafı gözlənilir. Bu da lokal leysan və ildırım potensialı daşıyır. Kanalda əvvəlcədən də dəfələrlə bildirdiyimiz kimi iyun ayının 2-ci 10 günün sonları və iyun ayının 3-cü 10 günlük ərzində də Azərbaycanın şimal-qərb rayonlarında hava şəraitinin tez dəyişilməsi gözlənir. Bu buludların zaman-zaman ciddi, böyük bir geniş inkişafı potensialı var ki, bunun üçün də birbaşa pH və radar məlumatların tələbləri əsasında son dəqiqə məlumatlarını izləmək vacib sayılır. Böyük Qafqazda və Dağlıq Şirvandakı buludların zaman-zaman Qobustan mərəzədən Bakı, Abşeron, Sumqayıt arasında daxil olması potensialı var. Eyni zamanda Abşeronun cənubundan da Bakıya daxil olması potensialı var. Eyni zamanda Kiçik Qafqazlar sistemlərinin də zaman-zaman güclənməsi potensialı var. Modellərin yenilənmiş məlumatlarının təlləri haqqında kanalda yeni videolar yayınlanacaq. Eyni zamanda İSAM-WF'in bu trabosferin orta qatları üçün atmosfer təzyiq sahələrinə də diqqətlə baxmaq lazımdır. Eyni zamanda birbaşa pH və radar məlumatlarının təlləri əsasında kanalda son dəqiqə məlumatları yayınlanacaq.